Bəli, bəli. İndi də təzə pan-türkistlər peyda olub. Mən Kərim Əsgəroğlu nəzərdə tuturam. Sakit olun. Balam, bəsdir. Bu bədbəxt millətə dədə-baba axtardınız. Bəsdir. Bəsdir, bu yazıq milləti Türkün quyruğuna bağladınız. İndi də bu dərd düşüb. Hər yerindən duran delitant hər yerdə Türkün izini axtarır. Cəsarətiniz, kişiliyiniz olsun. Bir dəfəlik elmi həqiqəti qəbul edin. Düzdür. O vaxt 11-ci əsrə qədər burada Türklər olmuyor. Yoxsa biri bir daşın üstündəki ilan qurbağanı istədiyi kimi yozur. Kərimin də bu işə qurşanması heç də təsadüfi deyil. Elə nəsillikcən pan-türküstürlər. Atası rəhmətli əskər də ömrünü bu yolda qoymuşdu və cəzasını da vaxtında almışdı. Yaxanı kənara çəkə bilməyəcəksən əskər. Dədə Qorqudu Azərbaycanda ən çox təbliğ eləyən sən əskər deyildinmi? Kişiliyin, cəsarətin olsun, qalx, günahlarını boynuna al. Özün de. Bu dastanın bizim nə dəxli var? Bəyən bizim dədə-babalarımız at əti yiyib, qımız içiblər. Sən bu sərsən fikirləri Türkiyədən buraya getirən. Görün orada başını yaxşı doldurublar. Məqaləndə 3 dəfə. O nədir, Rifətin adını çəkirsən? 7 dəfə. Özüm saymışam, 7 dəfə. Köprünün qarşısında diz çökürsən. 8 dəfə Olxan Şaiqə təzim edirsən. Mən ancaq o alimlərə istinad etmişəm. Get haradan os verirsən ver. Mən fəxr edirəm. Fəxr edirəm ki, sənin kimi xalq düşmənlərinin maskasını yırtıb ifşa etmişəm, ifşa edirəm, ifşa edəcəyəm.